bayaqdan tamaşaçılar da yazırlar. Bu kompromatların başqa bir mənbədən yayılmaq ehtimalı varmı? Varsa sizcə neçə faizdir bu ehtimal? Və hansı halda yayıla bilər o? Qurban bəy, hakimiyyət daxilində ciddi gərginlik var. Xahiş edirəm, nə isə yanlış deyirəmsə təksib edin. 3-4 ay bundan əvvəl mən məhz rəyasət heyətində, Azərbaycan Xalq Parlamenti rəyasət heyətində demişdim ki, ölkədə gərginlik artır, böhran dərinləşir. Və bu gün də görünür ki, bu savaş davam edir. Düzdür, Ramiz Mehdiyev çevriliş hazırlayır, amma cinayət işi bizə açılır. Bu da çox ironik bir şeydir. Bəlkə də bizi ora bağlamaq istəyirlər. Yaxşı, Ramiz Mehdiyevin 50 nəfərindən biri mən, biri Abid Qafarov, bir 10 nəfər var artıq. 40 nəfəri də tapın çıxardı da, onlar haradadır? Yəni, bu prosesi mən görürdüm və həmin o Elman Nəsirovu, Fəzail Ağamalını ki, təhdid elədilər o hadisələrlə, bu onlara mesaj deyildi, bu yuxarıya mesajdır. Və həmin adam da, dünən danışdığım adam da məhz mənə bunu izah elədi. Ehtimal var, kifayət qədər yüksəkdir. Çünki kompromat bu tipli hakimiyyətlərin mühüm təsir instrumentidir, vasitəsidir. İndi qayıdıram həmin mövzuya. Ataxan bəy dedi ki, bu siyasi sifarişdir. Üzr istəyirəm, Ərəstun bəy, Eldar Mahmudovun həbs olunmaması bu günə qədər, azadda qalması, Ramiz Mehdiyevin özünün şəxsən haqqında bu qədər danışılsa da azadda qalması, məhz o kompromatlarla mı bağlıdır sizə? Məncə hə. O da var. Tək o deyil, amma o da var. Varsa onda onlar nə vaxtsa yayılacaq, o divardan deyirək. Təbii yayılacaq. Bir gün asılacaqdır. Təbii yayılacaqdır. Mən məhz ona görə bugün efirə çıxdım ki, hər kəs bilsin, bu işlər mənlik deyil. Mən ölümə razılaşaram, belə şeyə əl qoymaram. Bu iyrənc bir şeydir. Bu məsələnin hüquq aspekti. Azərbaycanda nə hüquq var, nə qanun var, nə hüquq mühafizə sistemi var, nə məhkəmə var, heç nə yoxdur. Siyasi sifariş, Ataxan bəyin bu dəyərləndirməsindən mən şərti razılaşıram. Hüquq, məhkəmə, müstəqil məhkəmə, qanun işləyən ölkədə siyasi münasibətlər yoxdur, ola bilməz.